Salam əziz abituriyentlər, bugün sizlərlə 24 may blok imtahanında coğrafya fənni üzrə istifadə olunmuş sualların izahını bölüşəcəm. Həmçinin də ikinci şans imtahanına dərslərimiz davam edir. Dərslərə qoşulmaq üçün 077 323 76 96 nömrəsini əlaqə saxlaya bilərsiniz. Və təməl qruplarımıza da, yəni təkmilləşdirmə və abituriyent olmaqla da coğrafya fənni üzrə dərslərimizdən davam edir. Siz də bizim dərslərimizə qoşulmaqla daha uğurlu nəticə əldə edə bilərsiniz. İndi sualımıza keçək. 35-ci sualda dedik, xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin daha çox olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Bu ərazilər buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq deyəndə ilk növbədə saxlayın daha quraqlıq özündə əks etdirən, daha çox soyuq cərəyanın təsirinə məruz qalan ərazilərdir. Burada quraqlığı özündə əks etdirən, soyuq cərəyanın təsirinə məruz qalan ərazilər 1 nömrə Somali yarımadası, 3 nömrə Kaliforniya, 5 nömrə isə Kaliforniyada yerləşən səhralar, 5 nömrə isə Atakama səhrası uyğundur. 1-3-5, yəni sahillərindən soyuq okean cərəyanlarının keçməsi bura öz təsirini göstərir. Düzgün cavab variantı D variantı. 36-cı sualda keçək. Meridian üzərində ekvatordan 0 dərəcə azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. 1 dərəcəlik meridian uzunluğu 111 km-dir. Bunu yadda saxlayın. Bura fikir versək, meridian üzərində geçsək, 0 dərəcə qeyd eləsək və cənub tropik xəttin 23.5 dərəcə cənubinliyi. Və burada 0 dərəcə azimutla, 0 dərəcə azimutla ekvator üzərindən yuxarıya doğru, yəni şimala doğru 8769-u, yəni meridian üzərində etini 111-ə bölürük. O da eləyir 79 dərəcə. Və bu yuxarı qalxanda da olur 79 dərəcə şimal enliyi. Və 79 dərəcə şimal enliyi ilə 23.5 arasında dərəcə fərqi olan tapmağı bizdən istəyir və ən qısa yolu onları toplayırıq. Bura fikir versək, bunlar arasında dərəcə fərqini fikir versək, 79 üstə gəl 23.5 ilə 102.5 dərəcə, 102.5-də 111-ə vururuq. Düzgün cavab variantımız 111.377 tam 5 dərəcəni eləyəcəkdir. Yəni düzgün cavab variantımız A variantı. 37-ci suala keçək. Üzvü aşınmanın zəif getdiyi məntəqələr. Üzvü aşınmanın zəif getdiyi məntəqələr daha çox özlüyündə yarım səhra və səhra ərazilər, yəni daha çox buxarlanma qabiliyyətinə malik olan ərazi nəzərdə tutulur və bura fikir versək, uyğun gedən ərazilər 1 nömrə Cənubi Şərqi Şirvan düzü, 5 nömrə Şirvan düzü, 6 nömrə Ceyrançöl, 4 nömrə isə Naxçıvan ərazi boyu düzəlmişləri 1, 4, 5, 6. Düzgün cavab variantı D variantı. 38-ci suala fikir verək. Çayı Mekong, Nil, Yukon töküldüyü dəniz və mənsəbinin yerləşdiyi ölkə. Mekong çayı Cənubi Çin dənizinə tökülür, daha doğrusu Cənubi Çin dənizinə tökülür və mənsəbinin yerləşdiyi ölkə Vyetnamdır. 1-də 2D, 1-2D olanlar ilə hər bir variant gedir. Birdən C variantı qalır. Nil çayı Aralıq dənizinə tökülür və mənsəbinin yerləşdiyi ölkə Misirdir. 1-2D, 2-4C. Düzdür. Yukon çayı Bering dənizinə tökülür. Mənsəbinin yerləşdiyi ölkə, yəni Alyaskadan töküldüyündən görə ABŞ-dır. ABŞ sayılır və düzgün cavab variantı 3-də də 3A, yəni düzgün cavab variantımız C variantı olacaqdır. 39-cu suala baxaq. Qazaxıstan, Türkmənistan və uyğunluğu müəyyən edir. Yəni bu ölkələr üçün uyğunluğu müəyyən edəcək. Bu ölkələr üçün 5 variant bizdə verilmişdir. 5 variant üzrə uyğunluğu müəyyən etmiş olacaq. Ərazisində Buzati yarımadası yerləşir. Buzati Qazaxıstan ərazisində yerləşən, Xəzər dəniz sahilində yerləşən yarımadadır. Qırğızıstanla sərhədi mövcud deyil. Qırğızıstanla sərhədi mövcud olmayan ərazi ölkə burada Türkmənistandır, yəni Qırğızıstanla sərhədi mövcud deyil. Özbəkistan, Qazaxıstan, Qırğızıstanla sərhədi var. Əhalisinin əsas hissəsi türk dili qrupunun Bulqar qoluna aiddir. Burada Bulqar qoluna aid olanlar yoxdur, daha doğrusu Bulqar qoluna
aid olanlar nə Qazaxıstan, nə də Türkmənistana aiddir. Ərazisində çöl və meşə çöl təbii zonası yayılmışdır. Bu da ərazisində çöl və meşə çöl təbii zonası yayılan Qazaxıstandadır. Yəni burada çöllər daha çox yer tutur. D variantı. Bir də çayları yalnız daxili akarsu sürücüyə aiddir. Bəli, bu da Türkmənistana uyğun gəlir. Çünki buradan Amudərya, Sırdərya çayları heç biri, yəni dünya okeanına çıxış əldə edə bilmir. 1AD, 2BM. 1AD, 2B düzgün cavab variantımız D variantı olacaqdır. 40-cı suala keçək. Uyğunluğu müəyyən edin bizdən soruşur. İnzibati rayonlar və onlarda yerləşən faydalı qazıntılar. Daşkəsəndə yerləşən faydalı qazıntı Hamançay dəmir filiz yatağıdır. 1D. 1D. Laçın rayonunda Civə yatağı, Narzanlı, bir də İpək yatağı Laçın rayonunda yerləşir. 2AC. Kəlbəcər rayonunda yerləşən yataqları isə burada Göytərə yatağını göstərmək olar. Bəli, xromik tağını göstərmək olar. 1D, 2AC, 1D, 2AC, 3 isə Y. Düzgün cavab variantımız C variantı. 41-ci suala baxaq. Fiziki coğrafi rayonlar və onlara uyğunluq tapır. Dağlıq Şirvan Şamaxı iqtisadi rayonuna baxırıq. Əkinçiliyin inkişafı qış otlarının sahəsi, bir də Kür-Araz Mərkəzi rayon, bir də Gəncə. Əkinçiliyin inkişafı qış otlarının sahəsinə zadır. Bu Kür-Araz Mərkəzi rayonuna aiddir, çünki burada geniş əkinçilik tətbiq olunur. Meandr və axmazların yaranması imkanları genişdir. Bəli, bu da Kür-Araz Mərkəzi rayonuna aiddir. Yayı quraq keçən mülayim isti iqlim yarımtüpü mövcuddur. Bu isə Dağlıq Şirvan Şamaxı fiziki coğrafi rayonuna aiddir. Göllərə seçən uçqun bənd. Bəli, bu da Gəncədə yerləşən Göygöl, Maral göl, mənim bir neçə göllər demək olar, bunlar daxildir. Və metallurgiya sənayesinin inkişafı üçün yerli xammal, bəli, yerli xammal ehtiyatlarına malikdir. Bu da D. Düzgün cavab variantımız 1C, 2, 1C, 2AB, 3D. Düzgün cavab variantımız C variantı. Sualların izahını dinlədiyiniz üçün təşəkkür edirəm. Əlavə sualınız varsa yorumlarda bildirməyi unutmayın. Və bu videonu maksimum paylaşın ki, digər abituriyentlər də bu izahlardan faydalanmış olsunlar. Əvvəlcədən təşəkkürlər. Kanala abunə olmağı və bəyənməyi unutmayın.